Və Allah təala ağlımıza xitab edib buranda. Siz özünüz yaradansınız, yoxsa siz yaranmısınız? Və həmçinin Allah təala insana fitrət İslamı qoyub. Və Allah təalanın varlığını insanın fitrətinə qoyub. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hər bir uşaq, hər bir doğulan İslam üzrə doğulur. Onun valideynləri ya Yahudi, ya Nasrani, ya Məcusi edir. Və bu dəlildir ki, hər bir insanın fitrətində Allaha təslimiyyət var, İslam var, Allahı tanımaq var. Lakin sonra insanın fitrəti dəyişirsə, ətrafının təsiri nəticəsində o artıq başqa bir mərhələdir. Həmçinin hiss dəlildir ki, Allah Taala var. Necə insan özü çətinə düşəndə Allah Taalaya dua edir və Allah Taala ona cavab verəndə hiss edir. Hiss edir ki, Allah Taala bunun duasını qəbul edir. Hiss dəlildir ki, Allah Taala var. Yəni sən istədiyin vaxt ağlaya bilmirsən, istədiyin vaxt gülə bilmirsən. Yəni Allah Taala sənə elə bir şeylər verir ki, sən onda gülürsən, hisslərin oyanır. Bəli. O məsələlər ki, hansı ki, bağlıdır Allahla sənin irtibatı var, insan hər kəs özü-özünü onu hiss edir. Hisslə bilir ki, Allah Taala var. Və bilir ki, öz-özündə ən çətin vaxtı durur Allah Taalaya, başlayır dua eləməyə. Hətta bəzi Allahı inkar edənlər var idi. Onlar haqqında deyirlər ki, bir dəfə onların biri ilə hansısa bir qardaş mübahisə eləyib və mübahisəyə qutaranda bu Allahı inkar edirdi. Və deyir, mübahisəyə qutardıq və hərə keçdi öz evinə, otağına. Deyir, biraz sözüm zəlzələ oldu. Bunlar başqa ölkədə oldular, Azərbaycanda yox. Deyir, gördüm, mən tez düşdüm, qaçdım, gördüm, yuxarı mərtəbədən kimsə atlandı. Ya Allah deyə qaçır. Dedim, o 5 dəqiqə bundan qabaq mənlə Allahın varlığı və yoxluğu mübahisəsi edirsən, düşəndə söylər edim, bayaqdan Allah çağıra qaçırdan. Allah Taala'nın ayəti ki, onlar gəmiyə mindilər. Bəli, onlar tətinə düşən kimi ya Allah deyirlər. Hətta onlar dillə inkar etsə də onların fitrətləri, onların hissləri, onların içi Allah Taala'nın varlığının olmasına şəksiz iman edir. Lakin onlar özlərini dəyişdirmək istəyirlər. Sanki ağıllarını özlərini necə deyirlər, ağıllı saymaq istəyirlər. Lakin onlar təslim olsaydılar, onlar diplomlu ağılsızdılar. Yəni diplomları olsa da belə yenə də ağılsız gəlirlər. Hər bir halda yəni onlarda ağıldan naqislik var və imanlarında da xələl var. Bu cür ölmək insanı əbədi cəhənnəm əhli edir. Və sonra bilmək lazımdır ki, Allah Taala'ya inanırsan ki, iman etmək, Allah Taala'nın Rəbb olmasına iman etmək. Bilmək ki, o Rəbbdir. Rəbb sözünün mənası da xaliqdir, xəlq edən, həmçinin idarə edən, həmçinin Allah Taala həmçinin raziqdir, ruzi verəndir. Bunlar hamısı Allah Taala'nın əzəmətli xaliq olmasına, Rəbb olmasına işarə edir. Ona görə Allah Taala hətta müşrikləri belə bu məsələdə irad tutur və buyurur ki, əgər siz onlardan soruşsanız ki, yerləri və göyləri kim yaradıb, onlar Allah deyərlər. Lakin nə üçün Allah Taala'ya şərik qoşursunuz? Niyə düşünmürsünüz? Yəni Allah Taala'nın Rəbb olmasına iman eləmək, Allah Taala'ya iman eləməkdir. Bilmək ki, övladı o verir, daşlar övlad vermir. Bilmək ki, ruzunu o verir. Kimlərsə ruzu vermir. Pirlər, qəbirlər yox. Bəli, bilmək ki, Allahdan sığınmaq yeri Allah Taala'dır, başqalarına sığınmaq olmaz. Nəzir Allahadır, Allahdan qeyrisinə demək olmaz. Onun Rəbb olaraq, övlad verən, dirildən, öldürən olaraq iman etmək Allah Taala'nın Rəbb olmasına iman etməkdir. Həmçinin